Azərbaycan xalqının tarixində 15 iyun Milli Qurtuluş Günü müstəsna əhəmiyyətə malik olan, ölkəmizin müstəqilliyinin qorunub saxlanıldığı, dövlətçiliyimizin möhkəmləndirildiyi və inkişaf yoluna qədəm qoyduğu əlamətdar gündür. Bu əziz bayram münasibətilə iş adamı sahibkar Omarov Səməd Dalaşoğlunu səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ailə saadəti və fəaliyyətində yeni uğurlar arzulayırıq. Səməd müəllim öz zəhməti, uzaqgörənliyi və işgüzarlığı ilə sahibkarlıq sahəsində nümunəvi fəaliyyət göstərən, cəmiyyətin inkişafına töhfə verən dəyərli insanlardan biridir. Onun işinə məsuliyyətlə yanaşması, insanlarla səmimi münasibəti və daim yeniliyə açıq olması onu ətrafında hörmət və etibar qazanan sahibkarlardan birinə çevirib. Sahibkarlığın inkişafı ölkənin iqtisadi gücünün artmasına, yeni iş yerlərinin açılmasına və insanların rifahının yüksəlməsinə xidmət edir. Bu yolda çalışan Səməd müəllim öz fəaliyyəti ilə həm iqtisadi inkişafın, həm də milli dəyərlərimizin qorunmasının vacibliyini nümayiş etdirir. Onun zəhməti və əzmkarlığı gənc nəsil üçün də gözəl örnəkdir. Milli Qurtuluş Gününün yaratdığı birlik, sabitlik və inkişaf ruhu daim həyatınıza işıq saçsın. Hörmətli Səməd müəllim, sizi bu əlamətdar bayram münasibətilə bir daha ürəkdən təbrik edir. Gələcək fəaliyyətinizdə daha böyük nailiyyətlər, ailənizə xoşbəxtlik və firavan günlər arzulayırıq. 15 iyun Milli Qurtuluş Gününüz mübarək olsun.